Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Ama ba'd. Sevgili kardeşler, bilirsiniz ki xuşu və yaxud da xəşyə Allah'tan qorxmaq, Allah Teala qarşısına təvazükar olmaq və ibadət eləyəndə yəni tam diqqətli şəkildə yəni Allah səni görür kimi dua etmək, yəni bunlar ibadətdədir həm də. Yəni xuşu deyəndə, təqva deyəndə, xəşyə deyəndə, yəni bunlar nəzərdir. Allah'tan qorxmaq, Allah qarşısında təvazükar olmaq və Allah'tan çəkinmək, Allaha qarşı getməmək, düşmənçilik eləməmək və bunlar birinci namazdadır, ibadətlərdədir. Yəni ixlaslı olmaqdır və bunlar xüsusən də namazda yəni birincidir. Nə üçün? Çünki Allah Teala Quranda buyurur ki: "Və mə xalaqtul cinnə vəl insə illə liya'budun." Mən cinləri və insanları özümə ibadət etmək üçün yaratmışam. Deməli, insanların yaradılmasının səbəbi Allah Teala'nın yəni şəninə tərif demək, onu uca tutmaq, ona boyun əymək və onun qarşısında qul olduqlarını, yəni zəlil, zəif olduqlarını bildirməkdir. Yəni ibadət odur. İbadət abd sözündəndir. Qulluq etmək Allaha. Və bu nəyə görə Allahın qarşısında xuşu, təqva, xəşyə bunlar olmalıdır? Təvazükarlıq, Allah'tan qorxu, Allah Teala'ya məhəbbət, sevgi ilə qorxmaq. Yəni bunlar hamısı birinci burada olmalıdır, ibadətlərdə olmalıdır. Və sonra əgər insanda bunlar yoxdursa, əlbəttə ki, onda başqa şeylərdə də problemlər olacaq. Məsələn, əgər onda Allah qorxusu yoxdursa və Allah qarşısında duracaq günü fikirləşmirsə, yəni məsələn, bunları bilmirsə, yəni yoxdursa, əlbəttə ki, onun başqa əməlləri də, ailə işində də məsələn, olmayacaqdı, dostluqda da olmayacaqdı, ticarətində də olmayacaqdı, başqa işlərdə, hər bir şey, qonşuluğunda da olmayacaqdı. Çünki səndə əgər bunlar varsa, əlbəttə ki, nə eləməlisən? Allah'tan qorxmalısan. Və bilirsən ki, bunlara görə sən hesaba çəkiləcəksən və bunlara görə cavab verəcəksən və səni görən Allah var həmişə və səni həmişə nəzarətdə saxlayır. Yəni həmişə sənə hər bir əməl, hər bir sözü, hər bir eşitdiyi, hər bir baxışı Allah Subhanahu taala görür və bilir. Hətta sənin qəlbindən keçənlər də bilir. Hətta sənin qəlbində gələcəkdə keçənlər də bilir Allah Teala. Ki sən nə fikirləşəcəksən, nə eləyəcəksən. Çünki sən bilməzsən nəfsində nə varsa, amma Allah bilir. Allah hər şeyi əzəli və əbədi elminə bilir. Və ona görə də yəni namazda duranda mütləq şəkildə yəni o vacibləri, rükunları, sünnələri yerinə yetirdikdə həm də xuşunu da yaddan çıxarmaq olmaz. Allah'tan qorxmağı, Allah Teala'ya qarşı yəni dayananda Allah qarşısında təvazükar olmağı, məhəbbətlə dayanmağı, məhəbbətlə Allah'tan qorxmağı. Və deməli bu ümmətdə birinci qalxan şey xuşudur. Yəni aradan qaldırılan şeylərdən birisi yəni yox olacaq, silinəcəkdir. İnsanlar o əməlləməcək, unutacaqlar, xuşudur. Hətta deyir, nə deyir? Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, birinci bu ümmətdən xuşu qalxacaq. Hətta deyir, arasında yəni xuşulu insanlar görməyəcəksin. Yəni bu, həm də Sufyan Əth-Thawri, rəhmətullah aleyhi, buyurur ki, Bələğəni ənəhu yəti alən-nəsi zamanun təmtəli'u qulubəhum fi zəlikə zaman min hubbud-dünya fələ tədxulhul xəşyə. Mənə deyir, çatan, yəni Sufyan Əth-Thawri böyük alimlərimizdəndir. Yəni biz həmişə alimləri də deyəndə, bizim alimlərimiz yəni 5 il, 10 il, 50 il bundan qabaq yox. 500 il, 1000 il, 1200 il, 1300 il bundan qabaq yaşayıblar. Yəni bizim əqidəmiz, bizim yolumuz, yəni təzə yollardan da bəziləri ittiham edirlər. Nə bilim o, nədir o, hansısa nədir, ölkənin nədir, istixbaratına işləyib və yaxud da həmin hansı ölkə, hansı ki, onlar özləri qrup, onlar özləri xidmət edir. Sadəcə baxmaq lazımdır, kimin etdiyi əməl onlara uyğundur. Hindusların etdiyinə, məsələn, qeyri-müsəlmanlara etdiyinə baxmaq lazım ki,
kimin əməli uyğundur. Və onlar aşkar göstərir. Elhamdülillah, yəni böyük alimlərdir. Deyir ki, iman çatdığına görə elə bir vaxt gələcək ki, insanlar arasında qəlbləri sevgi dolacaq, dünya sevgisi dolacaq qəlblərinə. Və onların qəlblərinə xuşu girməyəcəkdir. Deməli, səbəblərdən birisi də nədir? Dünyanı sevməkdir. Dünya, yəni xuşunun getməsi əsas səbəblərdən birisi nədir? Dünyanı sevməkdir. Ona görə də çalışmaq lazımdır ki, yəni qəlbin diri qalması, yəni qəlbin duyğulu olması, Allahdan qorxması. Bəziləri deyir ki, mən Allahdan nəyə görə qorxmalıyım? Bəli, Allah Subhanahu taala sən necə ki yoxdan yaradıb, səni məhv edə bilər. Və həmçinin yəni o qorxu olmalıdır ki, sən Allahdan qorxmalısan ki, Allah hər bir şeyə gücü çatar və həmçinin səndə məhəbbət də olmalıdır ki, Allah Subhanahu taala heç vaxt zülm eləmir. Allah deyir, onlara zülm eləmədi. Onlar özlərinə zülm elədilər, yəni etdikləri günahlarına görə. Ona görə yəni xuşunun qalxması nədir? Səbəb nədir? Dünyanı sevməkdir. Dünyanı sevmək, deməli, insanın qəlbini qaraltır, dünyaya bağlanmaq və yəni həddindən artıq dünyanın xiffətini çəkmək, yəni insanı məhv eləyir və Allah Teala bizim qəlblərimizi xuşunla doldursun. Allah Teala bizə xeyir qapılar açsın, Allah bizi bağışlasın. Allah Subhanahu taala ölkəmizi əmin-aman içərisində etsin. Allah Teala düşmənlərimizi məhv eləsin. Allah bütün müsəlman ölkələrini qorusun, müsəlmanları qorusun. Allah xəstələrimizə şəfa versin. Allah əsgərlərimizi qorusun. Allah ölkəmizin əmin-amanlığını qoruyanları qorusun. Allah ölkə başımızı qorusun, onun xeyir üzərində etsin. Allah Teala bizi həmişə xeyrə dəvət edənlərdən, xeyir işlərə çağıranlardan və xeyirli etsin bizi və həmçinin Allah Teala qohum-əqrəbəmizə, cəmaatımıza, xalqımıza hidayət versin, doğru yola yönətsin. Allah Subhanahu taala bizi bağışlasın. Subhanakallahumma bihamdik, nəşhədu an la ilahe illa ente, nəstəğfiruka və nətubu ileyk.